Salam, xoş gördük Habil bəy. Salam, xoş gördük. Habil bəy, bilirsiniz ki, insanların problemləri olur. Müəyyən bir insanlar var ki, ekstrasenslərə, parapsikologlara, bioenergetiklərə müraciət edirlər. Siz də belə pasientlər qəbul edirsiniz, problemi olan şəxslər. Sizə müraciət edən pasientlərin necə kömək edirsiniz, onun problemlərini necə görürsünüz? İndi mən müraciət edən pasientlərin siftəsi mən yenə deyəm, gözünün şəklini çəkib, gözünün içi ilə baxıb deyirəm və yaxud da indi seansları çəkəndə özü də bunda gözünün şahidi olacaqsınız. Əsas odur. Ondan sonra elə bilir ki, pasiyenti oturur, enerjini verirəm daxil insanın bədəninə. Ondan başlayıram ki, xəstəlikləri, ağırlıqları çıxartmağa. İndi o prosesdə pasiyent sıracı hiss eləyir də onu. İndi orada da gözünün şəklini deyəndə, yəni gözünün şəklini çəkirsiniz. Siz onda onun həyatı onun gözündə görsənirmi? Bəli, hər insanın elə bir gözünün içindən onun həyatını oxumaq olar. Və yaxud mən də elə bir o gözünün içinin şəklini çəkirəm. İndi prosesləri sizə göstərəcəm də. Gözünün içini çəkirəm, onunla deyirəm də. Sizə müraciət edən insanlar var ki, pasientlər hansı problemlər üzrə müraciət edirlər, hansı xəstəliklərdənmi? Siz bilirsiniz, yəni bioenerji ilə müalicə də edirsiniz və bu bioenerji ilə hansı xəstəliklərin sağalmasında kömək edə bilirsiniz? Açığı müraciət edən ən çoxdur. Çoxu mənə falçı kimi baxıram, mən falçı deyirəm. Mən bioenerji xəstəliklər, indi paraliz adamlardır, problemi olanlardır. Bir dənə xərçəkdir, şəkər xəstəliyidir. Mən onları boynuma götürmürəm. Yəni ki, bu gücü hələ Allah Taala mənə verməyib. Amma ondan başqa xəstəliklər köməyim çatır və nəticə görürlər. Bioenerji seansını siz necə edirsiniz? Yəni digərləri kimi edirsiniz, yoxsa siz fərqli bir şey edirsiniz? Yox, digərlər odur ki, mən elədiyim seans kimi düzdür. Mən özüm də internetdə görmüşəm. İndi Özbəkistanda bir ağsaqqal, o da elə bir əllə seans eləyir. Amma beləncə Azərbaycanda mən görməmişəm də bir sözlə. Yəni sizin elədiyiniz seans kimi, yoxsa necə? Bəli, mən elədiyim seans kimi. Mən görməmişəm. İkincisi, yenə deyim, məndə bioenerjidir. Bioenerji ilə pasiyent özü də elə bir əlimi onun alnına qoyan kimi o gözü hiss edəndən sonra özü deyir. İndi yenə deyim, çəkilişlərdə indi pasiyentlərimiz var. Onları seans eləyəndə özü görəcəksiniz onu. İnsana seans edəndə bir seans bəhs eləyirmi? Yoxsa digərlər kimi elə ekstrasenslər, bioenergetiklər var ki, deyir, bir ay mənim yanıma gəlib getməlisiniz. Siz də onlar kimi, yəni bir ay ərzində seans edirsiniz, yoxsa bir dəfə seans edəndə nəticəni göstərirsiniz? Yox, ümumiyyətlə, indi bəzi insanlar var, o pul xətrinə elə tez-tez çağırırlar, xeyrini güdmək məqsədi ilə. Mən ki, elə bir seans eləyirəm, lazım olan deyəm, ikinci seansa, üçüncü seansa gəl. Amma belə bir seansla hiss elədirəm. Ən çox mən kimə deyirəm ki, 4-5 seans, indi o paralizlə gəlirlər, ağır xəstəliklə gələnləri, bəli, onlara deyirəm. İkincisi, mənə o birilər kimi qiymət oxumuram. Şəfa tapır, xeyir tapandan sonra gəlib nəzirimi verirlər. Seans edəndən sonra insanın ruh halında nə dəyişiklik baş verir? Seans edəndə yenə demək, insanlar var, o daxili təmizlənəndən sonra, indi seans prosesi otduğu yerdə yatanlar da var, nə bilim, özüm belə tərif eləyənlər də var, cürbəcür argumentlər olurlar da. Bioenerji seansı zamanı mütləqdirmi toxunmaq, yoxsa uzaqdan da elə seans edirlər? Yox, uzaqdan da eləyirəm. Məsələn, yenə deyəm, məndə belə bir güc, mən onu telefon vasitəsilə də, indi çox pasiyentlərim var, Rusiyadan zəng eləyirlər, Türkiyədən zəng eləyirlər, görüntü vasitəsilə eləyirəm. Amma burada da olanda, elə bil ki, o əlimi toxunmaq, kənardan da eləyirəm, amma belə toxunmaqla nəticəni lap tez verir də nəticə. Seans zamanı ən maraqlı hadisə nə olub?
Yəni sizə pasientlər müraciət edir. Onun içərisində maraqlı bir seans olub. Maraqlı proses odur, çoxu yatırlar da. Rahatlaşandan sonra bir də gördün yatırlar və yaxud da bəzi pasientlər var, onun daxili ağrıdan, o əməldən zaten təmizləyəndə orada belə bir proses var. Mən onu qəfildən şillə ilə vururam, ya sinəsindən, ya özündən vururam. Klient özü belə çaşbaş qalır, başa düşmür də mən onu niyə şillə ilə vurdum, amma biraz özünə gələndən sonra özü deyir ki, bəli, mən ayıldım. Düz deyir, kənardan baxanda gülməli gəlir, amma onu mən də məcburam eləyim. Seans zamanı sizə müraciət eləyəndə, yəni sizin yanınıza gələndə ona xüsusi hazırlaşmaq lazımdır, yoxsa elə, yəni mən gedirəm bioenergetik Habil bəyin yanına, o mənə seans edəcək, yoxsa xüsusi hazırlaşmaq lazımdır? Yox, xüsusi hazırlaşma nə barədə? Mən hazırlaşım ya pasient? Pasient, yəni nələrə diqqət eləməlidir sizə? Yox, pasientdən mənim bir dənə xahişim odur ki, mənim yanıma gələndə abırlı geyinsinlər, qusurlansınlar, təmiz olsunlar. Mənki odur. Başqa nə hazırlıq burada görmək olar? Gəlir, reallığı da görür, çıxır, gedir. Çəkilmiş olacaq, pasientlərimiz də var da, o çəkilişi öz gözünüzlə görəcəksiniz, çəkərsiniz və ahaliyə, cəmiyyətə təqdim edərsiniz. Sizə də göstərəm, bu pasientimizin gözünün şəklidir. Biraz zəhmətsə yaxından gəl çəkinən. Bu gözün içidir. Bu gözü mən böyütdüm. Burada görürsünüz pillə. Mən elə bir deyə bilərəm ki, bunun elə bir indiki günə gəldiyi günə qədər vəziyyətləri yaxşı olmayıb. Bu elə bir pillə qalxıb, amma bunun inşallah gələcəyə vəziyyəti çox gözəl olacaq. Əli uğurlu olacaq. İndi hal-hazırda bunun yolunda bağlılığı var, ürəyi istədiyi məqsədə çata bilmir. Düzdür. Və ona görə indi Allahın köməkliyindən mən bunun yolunu açacağım və buna kömək edəcəyim. İndi burada dəqiqlə özün də görürsən də, bu sənin həyətindir. Görürsən, pillə, bu sənin gözünün içindədir. Bəzi insanlar var, demirəm, məni sınaqdan keçirmək istəyir və yaxud da elə suallar verir ki, mən hər pasiyenti tanımıram ki, nədir və yaxud da onu elə bir Allahın möcüzəsini göstərirəm, niyyətini tutur, əli ilə ona toxunmadan enerjini verirəm və yaxud da o gələcək yatanda yuxuda öz cavabını görür və onu da Allah təala o gücü verir, onu da biz bacarırıq eləməyə. Bax, birinci əlinə toxunmaqla, bunun gənc olmağına baxmayaraq, bunun ürəyində problemi var, ürəyi xəstədir. Var hələ bir şey yox ürəyində, hiss eləmirsən? Və pasiyentin əli yaş oldu, buz kimi oldu, o ürəyində bilirəm ki, problemi var. İki əl və enerji gələn kimi xəbər elə. Əlvə gəlir enerji. İkisinə də. İkisinə də biraz ya. Yaxşı, indi ayaqsı dur. Əli biraz uzaq. İndi əlimi qolu ilə aparır, gör, bu enerji qolu ilə gedir, sərbəst olur. Hiss eləyirsən sərbəst. Tamaşaçılara da sözü deyil. Sifətə gəldi. Hal-hazırda nə hiss edirsiniz? Yüngül istəyir. Yüngül istəyir. Bədənində, bax, sifətində dərinin altına nəsə gəlib gedir. Ancaq istilik istəyirsən, hə? Yüngül, hə.
Biraz cavabları yüksəkləndi bir izləyən izləyicilərdə. Yüngül istilik gəlir biraz. Amma qolunda da aşağı yuxarı aparıb Gizilti o. hiss edirsən də sərbəst. Yəni ki, bu Allahın verdiyi gücdür. Bax, bioenerji budur. Gedib mollalara yalandan kağız yazdırtdırırlar. O qutu Allaha qoyub bir parça kağıza inanırlar. Ovuzun içinə gəldi. Ya Allah, bismillahirrahmanirrahim. Fıs, əllər fıs kimidir. Özü sıxmada sərbəst olun. Oğurluq eləmirsən bir şey. Ya Allah, ya Allah, ya Allah. Bismillah. Alnına yettin yüzü. Soğuk bir şey. Yine de yüngül ve yüngüllük gibi bir şey. Və bərək dediyim kimi, bunun ürəyində problem var. Ya Allah, bismillahirrahmanirrahim. Ya Allah. İndi sağ əlimi qoyuram ürəyin üstünə. Ürəyin qızaldı deyəcəyim. Sərbəst ol. Hal-hazırda nə hiss edirsiniz? Ürəyin qızır, Yüngül kızar. yüngül qızır. İndi enerjini verəcəm bunun daxilə ürəyin içinə. Ürəyin içi qızanda de. Yəni ki, o yüngül qızırını sərbəst hiss edirsən də. Ürəyin içi qızdı. Hiss edirsən. Biraz. İndi pasiyentimiz sərbəst hiss elədi Allahın bu gücünü. İndi proses belədir ki, indi onun ürəyindəki o ağrını mən çıxartmalıyam. Və əlimlə başlayıram, bax beləçə. Saat rəqəmi kimi belə fırlamağa. Elə bil ki, o ipi doluyursan, hə? İndi bax, sən içində gör belə fırlanır nəsə. Hiss edirsən onu. Ürəyin üstündə fırlanır nəsə. Sərbəst hiss edirsən. Bax, pasiyent onu hiss edir və elə bil o ağını dolayıb tollayıram. Və bu birinci seansdan yüngüllük hiss eləyəcək. Ya Allah, bismillahirrahmanirrahim. Ya Allah. Ya Allah, bismillahirrahmanirrahim. Mədən qızandın. Qızır mədən. Kızır. İndi elə bir ürəkdə problem olanda insanın daxilində də vaspalina kimi belə bir şey var da. İndi siz gözün şahidi olacaqsınız. İndi bunun daxilindəki də o vaspalinanı götürəcəm. Bu həmin proses yenə mədəndə fırlanır nəsə. Yine de şimdi fırlanır. Bəli də enerji. İstilik gibi bir şey.
İndi ona deyir, gör, indi məhdöndən də nəsə çıxacaq. Yumruq olmaz. Yox, sənə yox. Bax, əlin görsən, buzlu sudur. Ha, yox. Hə, sənin daxilin, onun ki, bana hamısı vasfalin. Nə bir həyəcanlı olur. Bax, yox, həyəcan başqa, amma belə bu daxilində sənin var. Və indi əziz pasentlər, bax, əllərimi tuturam bunun qolunun altına iki tərəfi. Bunu indi bədəni başlayacaq qızmağa. Enerjini verəcəm bunun bədəninə. İçimdə həyəcan olur aradan bir ürəyindən nədən. Daxilində var da xəstəlik var. İçin qızır. Hə. Bax, deyir, hə, qızır. İndi mən bütün enerjini verirəm, bunu bütün daxilindəki böyrəklərə, ürəkdir, ciyərdir, 12 barmaqdır. Daxildə bütün vaspalinləri indi çıxardacağım. Sadəcə bu proseslər yaşlı adamlarda olur. İndi bu cavan oğlanda bu proseslər olmaq biraz nəsə düz gəlmir də. Gənc oğlanda amma daxili harca 40 yaşlı adamın daxilidir. Qızır içim tü. İçim aşağılardadır. Əllərim də risklənir. Bütün bədən üzü qızdır. İndi bütün enerjini bunu daxilə verəndən sonra mən qız verir, qan şədərini. sənin çünki kan damarları bütün açıram, hamısı enerjini verirəm. Sən özü görsən sərbəst eləyirsən. Hə, indi bax əlimi bunu çəkməm, bunun daxilindəki vaspalinə soyuq dəymənə çıxardacaq. Bax bədəni bunu üşüyəcək. Ha. İşirsən bütün. Ya Allah, bismillahirrahmanirrahim. Allah bismillah. Ya Allah. Onu düşər rüzgar. Onu sən çək. Daxilinə bütün ağırlıq, bəhdi, zat hamısı çıxdığına görə bu sərbəst hiss eləyir. Bax, buna deyirlər ki, Allahın verdiyi gücdür. Doğrudan hiss elədim, doğrudan üşütmə, giziltmə. İndi bundan mən tam qutarmamışam. Mən bu işi boynuma götürmürəmsə, qoy biraz indi özünə gəlsin. Birazdan yenə bunu tam bütün təmizləyəcəm. Bayaqki pasientimizdir. İndi mən seansı bayaqları tam qutarmamışdım. İndi bunu axıra kimi mən çatdırmalıyam. İndi sənin sual verim. O bir seans yox da bir özü nə hiss edirsən? Nə dəyişiklik oldu özündə? Biraz yüngüllük hiss edir. Sərbəst hiss elədin? Biraz istilik gəldi beləndə. Ya Allah. İndi bunun yollarını açdı. Bayaq dediyim kimi ürəyində problem vardı. Ürəyində götürdüm. Daxildə vaspalinə zadı hamısını götürmüşəm. İndi bunu bunu daxildə nə xəstəlik, nə ağrıları var götürəndən sonra inşallah Allahın köməkliyi bayaq gözündə çıxdığı kimi pillə-pillə bu gedə-gedə yüksələcək. Ya Allah. İndi bax bu elə bir başımda mənim nəsə xəstəlik var. İndi bax bu enerjini mən bunu verəcəm, əlimi başına tutub, buradan da düz ayaq bədəninin dırnağına kimi enerjini verəcəm və o da onu sərbəst hiss eləyəcək. Sərbəst ol. Hələ düz bax. Gəldi bədənin enerji. Elində üşütmə gəlir. Ya Allah, bismillahirrahmanirrahim. İndi bax, indi enerjini verirəm. İndi düz sinöndən, dizlərindən ayaqlarım qızanda deyəcəm. Düz ayağa kimi enerjini verirəm. Bu prosesi də eləyən moment mənim öz dualarım var, öz dualarımı eləyirəm. Öz dualarımla işləyirəm. Bədənin hara kimi qızdır? Qolların qızı. Qolların qızıdır. Ayaqlarım biraz. Ayaqların qızıdır. Dırnaqları qızanda deyil, dırnaqları. Ha. Bədəndə qarışqa kimi gəzəcək. Gəzəndə də hissələndə deyəcək. Ayağımın altı qızı deyil. Qızlı ayağının altı.
Hadi əziz tamaşaçılar, bu cür sərbəst bu enerjimi mənim hiss elədi. Düz ayağına kimi enerjindən ötürdüm. İndi başlayıram bunun daxilində nə xəstəliklər var, asta-asta çəkməyə. Və ona sual verəcəm. Elə bir onları çəkdikcə harda qarışqa gəzir, biləm ki, o həmin hissədə ağırları götürürəm. Sərbəst ol yenə. Özün də nə hiss eləsin, deyəcəm. Ən birinci bu deyəcək ki, yüngülləşirəm, rahatlaşıram. Daxilində nə hiss edirsən? İstilikdən başqa, bədəndə hal-hazır başlayacaq rahatlaşma, yüngülləşmə, onu hiss edirsən ya yox? Biraz boşaldı bədən. Bədənin rahatlaşırsan da. Amma ona baxmaraq yenə içində həyəcan hiss edirsən, sərbəst soyucundan. Yox, həyəcan keçirmə. Bədənin tam rahatlaşanda, tam yüngülləşəndə mənə deyəcəm. Belə eləməklə... Şura dəymədi o, bilməm. Yox, daxilindəki bunlar şeylər çıxır. Rahatlaşma. Rahatlaşırsan? Ya Allah, bismillah. İnşallah Allahın köməyinə hər şey yaxşı olacaq. Tam rahatlaşdım. Sərbəst. O tifara bax, aboya. Baxdın, yadında qaldı. Abo rəngi. İndi gözləri bağlı. İndi bunu əziz pasientlər eləyirəm. İndi adi bunun gözlərinə qüvvə verəcəm. Bunun gözlərində də biraz problemi var. İndi gənc oğlandır, cavandır. İstəyir irəli geçsin, elə yatır, fikir, zikir. Gözün üstü qızdır. Gözün dibi qızandadır. Üstü qızıb. Dibi də. Əsas gözün dibi qızışmanı hiss edirsən. Gözün dibi qızdı. Biraz tam sərbəst selində deyəcəm. Sərbəst elədin. Qızdı dibi. Gözü açma. Ya Allah, bismillahirrahmanirrahim. Allah'ım selam. Allah'ım selam. Allah'ım selam. Belə elədikcə gözün içində nəsə çıxır, soyuq ağır. Ya Allah, ya Allah, ya bismillah, ya Allah. İndi az bax tifara, gör fərq var, gözündə biraz işıqlanma var ya yox? Sərbəst silsən də. Gözümə elə bir nur gəldi. Nur gəldi. Əziz tamaşaçılar, özünüz görürsünüz, pasında. Bu da Allahın möcüzəsidir. Yəni ki, burada mən özümdən qeyri-adi nəsə eləmirəm və yaxud nəsə göstərmirəm. Sən necədir? Elə bir ki, daha aydın, orijinal görürsən. Aydın görürsən də. Ya Allah, bismillah. İndi əziz tamaşaçılar, yenə deyəm, indi bunu mən qohumların tanımıram, bunlara pis eləyənləri tanımıram. Və indi bir dənə də prosesi öyrənəm ki, indi bunun elə bir bu ürəyində niyyətin tutur, arzusunu tutur. Bu nəticəni axşam yatanda yuxuda həmin adamlara da görəcək ki, buna pis eləyir ki, bunun yaxşılığını istəyir və onu da o möcüzəni göstərəcəm. Bu əli qoy ora. Tut. İstədi. Və bu şimdi. Tut niyyəti, arzu, nə arzuluysan, gələcəkdə nə olmaq istəyirsən, hamısının cavabını yuxuda görəcəksən. Yatmamışdan qabaq kəlmə şəhadəti deyəcəksən, yatacaqsan.
Tutdum. Arzumu. Nə istəyim var da, nə tutsun, onu yuxuda görəcək. Özündəsin, mənə heç nə deməsin. Tezləndən də durandan sonra suyu açacaqsan, axar suya yuxuyu danışacaqsan. Tutdum. Ya Allah, Bismillahirrahmanirrahim. Əziz tamaşaçılar, mən buna toxunmadan, ya Allah, alt üst, hardan hiss elədim onu de. Üstten de. Üstdən, Üst dairesinden. alt da hiss eləyəndə de. Və o birinci dedi, üstdən hiss elədim. Elə bil ki, bu niyyəti, belə nəsə biraz arzuya çatmamaq niyyəti də ən birinci bu altdan hiss eləməlidir. İndi deyəcəm, altda hiss eləyəndədir. Bəzi niyyətlər var ki, elə niyyət Bir istəyirlər. niyyət eləməliyə, bir dənə olmalıdır, 3-4 Həyatında nəyi bilmək istəyirsən, özü aid də indi. Altı da gəldi. Əziz tamaşaçılar, mən bu toxunmadan da alt-üst enerjiyəni bu hiss elədi. İndi bunu göndərirəm toxunmadan o biri əlinin içi qıcıqlanıb, yox qoy diz yox, qıcıqlanıb qızışanda mənədir. Qıcıqlandı o əlinin içi. Bu sözüm. Hə, Yok. hiss eləyəndədir. Qıcıqlanacaq dedi. Nəsə ağır niyyət tutub. Kızıllandı, biraz istilendi. İstiləndi, hə, qoy bura. Və əziz tamaşaçılar, bu əldən o ələ toxunmadan enerjini göndərdim. Yəni ki, bu nə deməkdir? Allah Taala bunun niyyətini qəbul elədi. Düzdür, biraz indi bilmirəm bu nə tutub, nəsə ağır istəyi var imiş bunu. İndi inşallah Allahın köməyinə gecə yuxuda onun cavabını özü görəcək. Sən də dediyin ki, tezləndən durdun, suyu, axar suyu açırsan, niyyəti yuxu ona danışırsan, Allah xeyri versin. Və bundan sonra nə molladır, nə Allahın ətəyindən yapış, onunla da getcinə. Başqa nə sualım var? Nə qədər əli tuturam, nə sualım var deyə. Əziz pasientlər, elə bir mən enerjini verəndə bu pasienti belə tuturam, nə niyyətləri, istəkləri var, cavabını deyirəm. Amma əlimi çəkəndən sonra mən onun heç bir nə sualına, nə cavabına deməm. Yəni gələcək necə olacaq olursa? Gələcək bəxsəni özün gözündə göstərdim ki, sən hal-hazırda yaxşı vəziyyətdə deyilsin. Sən pillə-pillə inşallah təmizlədin, amma bir müddətdən sonra kimisə köməliyinə yüksələcəksən. İşlərində qaydasına düşəcək, öz evin, maşının, hər şeyin olacaq. İnşallah. Başqa nə sualım? İndi seansdan sonra özündə fərq hiss elədin, Biraz yüngüllük ha. rahatlaşdın da, Ha. əlimi çəkə bilərəm. Ha. Allah xeyir versin.